Bugün yəni elə bir insanı itirmişik ki, Azərbaycan xalqı üçün böyük bir itkidir, Azərbaycan mədəniyyəti üçün Zabir İmanovun. Yəni bas bu sadəcə burada son mənzildir. Hər birimizin sonu buradır. Burada mən nəyi demək istəyirəm? Bax görürsənmi? Allah cəmi müsəlmanlara rəhmət eləsin. Vallahi bir-birinizə pis olursunuz. Pis yerirsiniz, bir-birinizə ayaq qazısınız, yaxşılıq eləmirsiniz, insanlara yaxşıların ayağını qazısınız və yaxud düşünürsünüz ki, yəni bu dünyanı tutub durur, yox, hamımız, ən yaxşı insanların da, ən tanınmış insanların da sonu qara mənzildir, torpaqdır. Heç birimizi heç nə aparmayacaq. Ona görə bacardığımız qədər xalqımızın, millətimizin, dövlətimizin, yaxşılarımızın yanında olmalıyıq. Bir-birimizi dünyada görürsən ki, baxsan ki, biri gedir bir xaricə başlayır orada pisləməyə, ora pisdir və yaxud xaric belədir. Valla öz millətimizin, öz xalqımızın bir vətəndaşı dünyadakı bütün xariclərdən dəyərlidir. Ona görə dəyər verin, yaxşıları bax, itirən bugün indi dəfn olacaq, baxın, bəlkə minlərlə insan gələcək. Yaxşının qədrini, insanların qədrini elə dirikən bilmək lazımdır. İnna lillahi və inna ileyhi raciun. Allahdan gəldik, ona dönəcəyik. Allah xalqımızı yenə də səbir diləyirəm ki, belə yaxşı insanları itirəndə, valla biz əlbəttə ki, üzülürük. Bu hamımızın üzüntüsüdür. Bu mədəniyyətimizin və kalifə insanlarıdır. Nə deyim? Allah cəmi müsəlmanlara rəhmət. Ölkəmiz həqiqətən böyük bir sənətkarı itirdi. Onsuz da yəni Cabir müəllimin çıxışlarını balacalıqdan hamımız izləmişik və bugünkü gündə də bizə çox ibrət olub, yaxşı mənada. Onsuz da böyük sənətkarı itirdi. Allah rəhmət eləsin. Sevənlərinə də səbir diləyirik. Azərbaycan xalqı üçün böyük itkidir. Allah ailəsinə səbir versin, axırı qəmləri olsun. Allah gecindən versin, Allah rəhmət eləsin, nə deyək. Vallahi Azərbaycan xalqına təşəkkür edirik ki, hər kəs paylaşdı, bütün hər bir kəs 10 milyon insan bilir, hələ bir qıraq devlətlərdən bilər, hamısını elə döyəndən oxuruq, hamısını rəhmət edirik. İnşallah məkan cənnət olsun, vallahi xalqa demişkən hər yerin axırı budur, məzardır. Bir-birinizin qədrini bilin, Allah rəhmət eləsin. Bitti.